Yeni virus yayılıb. Deməli, burun tutulur. Burundan boğaza bəlğəm axır. Boğaz ağrıyır, şişir, udğuna bilmirsən. Halsız olursan, nəfəs ala bilmirsən. Bu problemlər səndə varsa yeni virusa yoluxmusan. Ekrandakı ürəyi qızart, çarəsini sənə izah edeyim. Deməli, yaxınlaşırsan aptekə, Pulmolor boğaz spreyi alırsan, bir də Rinosep burun spreyi alırsan. Gündə 3 dəfə hər qlandaya 2 püskürtmə Pulmolor spreyi püskürtürsən, antiseptik təsirinin köməyi ilə elə ilk istifadədən boğazda olan virusu öldürəcək, ağrını kəsəcək, iltihabı azaldacaq. Rinosep spreyi isə burun tutulmasının anında asacaq, özdə heç bir asıllıq yaratmaq üçün bir xüsusiyyəti yoxdur. Qrif burunda olan virusları evkalipt yağının köməyi ilə məhv edəcək və burun qəlsəmələrini yağlı saxlayaraq yenidən tutulmanın qarşısını alacaq və qısa zamanda sizi yüngülləşdirib bu problemlərdən azad edəcək. Ölkənin bütün apteklərində var. Olmaz, əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Və bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız Baloğlanla hər zaman sağlam qalasın.